Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rasim Musayev vəzifəsindən azad edilib. Hadisə ötən axşam baş verib. Daxili İşlər Nazirinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov moderatora məlumat verərək Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rasim Musayevin işdən azad olunması ilə bağlı xəbəri təsdiqləyib. Onun sözlərinə görə Gəncənin polis rəisi öz raportu əsasında işdən çıxarılıb. Ehsan Zahidov onu da deyib ki, Rasim Musayev Daxili İşlər Naziri Ramil Usubova yazdığı raportda vəzifəsinin alınmasını xahiş edib. Nazir polis rəisinin raportuna müsbət cavab verib. Rasim Musayevin səlahiyyətlərinin icrası Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Anar Əkbərova tapşırılıb. O da ehtimal olunur ki, polis general-mayoru Rasim Musayev daha yüksək vəzifəyə təyin olunacaq. Güman ki, onun Daxili İşlər Nazirliyində nazir müavini postuna yaxın bir vəzifəyə təyinatı olacaq. Qeyd edək ki, Rasim Musayev 2007-ci ilin noyabrında Gəncə şəhər Polis İdarəsinin rəisi təyin edilib.